Salam əziz uşaqlar və 8-cilər. Deməli, bugün, yəni 21 dekabr hədəf kurslarının Azərbaycan dili buraxılış sınavının izahını verəcəyəm və Azərbaycan dili fənninə baxırıq. Və uşaqlar, videonu bəyənib kanala abunə olmağı unutmayın ki, bu cür videolarımız davamlı gəlsin. Deməli, qrammatika sualları ilə başlayırıq uşaqlar. 27-ci sualda deyir ki, yalnız isimlərdən ibarət olan cümləni müəyyən edin. Burada gərək nitq hissələrini tanımağı, fərqləndirməyi bacaraq. Deməli, öz bilirsiniz ki, əvəzlikdir. Ona görə A variantı getdi. Olmaz. Sonra şəhərdə cəmaət bu barədə az danışırdı. Bu əvəzlikdir, az burada zərfdir, ona görə olmaz. Abbas, kitab mənimkidir. Abbas isimdir, kitab isimdir, mənimki isimdir. Variantımız C olacaq. Mən ona daha heç nə deməyəcəyəm. Mən əvəzlikdir, ona görə getdi. Onlar bu işdən xəbərsizlər, onlar əvəzlikdir, bu əvəzlikdir. Xəbərsiz sifətdir, ona görə olmaz. Variantımız C variantı olacaq. 28. Sarı yalnız morfoloji üsulla düzəlmiş azaltma dərəcəli sifətdir. Bilirsiniz ki, sifət 2 yolla dərəcə yaradır. Sintaktik yol, morfoloji yol. Morfoloji şəkilçidir, sintaktik isə sözlərdir. Məsələn, kəmşirin sözlərlə düzəlib, ala, açıq, kəmtər, açıq yaşıl sözlə düzəlib, dupduru çoxaltma dərəcəsi də olmaz, lap kiçik çoxaltma dərəcəsi də olmaz, həmçinin sintaktik yoldur. Variantımız qalır Dəlisov E variantı, sov şəkilçisi ilə düzəlib və azaltma dərəcəsidir. Sonra 29. Yazılışı ilə deyilişi arasında fərqli məqam olmayan sözü müəyyən edin. Dərdli sözü tələffüz edilir, dərd. BCD qaydası bir də dərddir. Şücaət özü kimidir B variantı. Paxıllıq. Yəni burada X oldu, getdi bu variant. Yunnu. Bu da getdi. Günlərlə deyilir, bu da getdi. 30. Cümlələrin birində altından xətt çəkilmiş söz amonimlik xüsusiyyətinə malikdir. Telefon stolun yanındaydı. Dərələri açdıqdan sonra kəndə çatdı. Şam ağacı ilə yanaşı qayın ağacı da var idi. Başı tamamilə islanmışdı. Verilən sözün üstündə durur. Uşaqlar, bilirsiniz ki, qayın sözü amonim sözdür. Bir var qayın, qohumluq bildirən qayın və bir də var ki, ağac növü olan qayın. Ona görə C variantı olacaq. 31-ci sual. Cümlələrin birində altından xətt çəkilmiş söz say kimi işlənmişdir. O, bugün azacıq işlədi. Bilirsiniz, say və sifət ikisi də ismin yanında gəlib, onu izah edir. Burada işləmək feildirsə, o zaman bu söz say ola bilməz, o zərfdir. Tək əldən səs çıxmaz. Bizim tək deyə bir sayımız yoxdur, ona görə olmaz. Yüzlük mismardan bir qutu alarsan, yüzlükdə lük şəkilçisi var, ona görə say olmaz. Çox danışmaqla çox biliyə sahib ola bilməzsən. Çox sözü bilik isminin yanında gəlib, ona görə D variantında say olacaq. Bir-bir danışın, bir-bir də zərfdir, ona görə getdi. 32. Verilmiş hər iki xüsusiyyətə aid olan sözün hansı bənddəki cümlədə işlənmişdir? Hər iki xüsusiyyətə aid olan söz hansı bənddəki cümlədə işlənib? Adlı xallı isim olsun, bir də necə sualına cavab versin. Yəni, isim necə sualına cavab verirsə, deməli sifətləşib də, düzdürmü? Sifətləşən isimlərdə uşaqlar hər zaman onsuz da adlı halda olur. Zaldakı qonaqlar ona təəccüblə baxdılar. Zaldakı söz onsuz sifətdə atırıq. Dəmir darvaza paslanmışdı. Dəmir sözü isimdir. Normalda dəmirdən darvaza deyə bilərik yoxlamaq üçün. Həmçində uşaqlar, yadınızda saxlayın ki, material bildirən sözlərdir. Dəmir, beton, daha doğrusu dəmir, gümüş, qızıl, bürünc, beton, yun, ipək bu kimi şeylər tez-tez sifətləşir. Variantımız B variantı oldu. Təcrübələr daha üstün olur. Təcrübəli sifətdir. Küsüllər, barışlar küslü sifətdir. Təmizlik əxlaqi vicdandır. Təmizlik sözü isimdir, amma nə sualına cavab verir? Ona görə bu da olmaz. 33. Cümlədəki sözlərdən birinin səhv yazılması mənsubiyyət şəkilçisi ilə bağlıdır. Mənşəyi lap qədimlərə söykənirdi. Düzgündür. Suyu dumduru idi. Bu da düzgündür. Mövqesi ürək açan deyildi. Budur. Uşaqlar, burada həmin sözləri yazıram. Su, nə? Tali, mənbə, mövqe, mənafi, bir də mənşə. Bu sözlərə S mənsubiyyətini artırdığımız zaman, daha doğrusu S deyil də, I mənsubiyyətini artırdığımız zaman o Y bitişdiricisi ilə işlənir. Yəni Y olur.
Mövqesi yox, mövqeyi olmalıdır. 4 səhvdir C variantı. O da mənsubiyyətə görə. Əmisi onlara dünən gəlmişdi. Hər şey qaydasındadır. Oktay xalqın mənafeyini hər şeydən üstün tuturdu. Burada da düzgündür. 34. Antonim sözlər verilmiş bəndi müəyyən edin. Saf, natəmiz, dərdli, dərdsiz. Safla natəmiz ola bilər antonim. Saf, natəmiz. Yox, olmaz uşaqlar. A variantı olmaz. Dərdli, dərdsiz. Bilirsiniz ki, sözün kökü eynidirsə dərd. Bu antonim ola bilməz. Yəni antonimdə və sinonimdə nə idi? Köklər fərqli olsun istəyirdi də bizdən, düzdürmü? Yəni dərdli, dərdsiz ona görə antonim olmaz. Sonra keçirik digər varianta. Bədxah insan, xeyirxah insan. Bu antonim ola bilər C variantı. Təmiz, təmizlik. Köklər eynidir, antonim olmaz. Getdi. Uçurum, əyri, antonim olmaz. Getdi. Variantımız olacaq C variantı. Sonra keçdik 35-ci suala. Aşağıdakı sözlərdən biri kök və şəkilçiyə doğru bölünməyib. Narazı kök və leksik şəkilçi. Ardıcıllıqla istəyirəm bu arada sizdən. Sözün kökü razıdır, na ön şəkilçidir. Əslində belə olmalıdır. Leksik şəkilçi kök A variantı səhvdir. Doğru bölünməyib də, yəni A variantı işarəliyək tam tərsi. Çəpəki sözün kökü çəp, əki leksik şəkilçi. Baxın, ardıcıllıqla istəməsəydi, kök leksik şəkilçi desəydi düz olardı. Amma ardıcıllıq istəyir. Ona görə leksik şəkilçi kök deməli idi. Nəysə, B-yə davam edirik. Kök və leksik şəkilçidən ibarətdir, düzgündür. Dözümsüz kök, leksik şəkilçi düzgündür. Meşə sözün kökü likdən, kök bir leksik, bir qrammatik düzgündür. Dağıntı sadə sözdür, yalnız kök. Cümlələrin birində işləmiş sifətin sual digərlərindən fərqlidir. Ölümcül zərbədən güclə xilas oldu. Hansı zərbədən? Ölümcül zərbədən. Zaldakılar onu alqışladılar. Zaldakılar sifətdir, sadəcə isimləşibdir. Kim sualına cavab verir? Bu hansı, necə sualına cavab verir? Sonra duzlu məzəli söhbət, hansı söhbətlər? Hansı, necə söhbətlər? Babanın şirin-şirin söhbətləri, hansı söhbətləri, necə söhbətləri? Ağıllı adam, hansı adam, necə adam? Deməli, getdi variantımız B variantı qaldı. Niyə görə B dedik? Çünki zaldakılar sözü orada isimləşib və isimləşdiyi üçün kim sualına cavab verir uşaqlar. Belə, bu qədər. Keçirik indi mətnimizə. Deməli, birinci mətnimiz Ceyran mətnidir. Uşaqlar, bunu belə saxlayıram ki, mətni oxuyub, imtihanda iştirak etməyənlər mətni oxusunlar və sualları cavablandırsınlar. Biz isə mətni yazan uşaqlar üçün sualları izah edək, yəni sınaqda iştirak edən uşaqlar üçün. Deyir ki, uşaqlar 37-ci sualda mətndə yaşanan hadisələr daha çox hansı xarakteri xüsusiyyəti formalaşdırır? Mətndə yaşanan nə idi hadisə? Ceyran idi, çovğuna düşmüşdü və yəni donmuşdu və Fikrət onu görür, nə edir? Qoruyur, qurtarır onu. Və burada o zaman hansı xarakteri xüsusiyyəti formalaşdırmış olar? Mərhəməti formalaşdırmış olar. B variantı olacaq variantımız. Laqeydlikdir, qorxudur, əzmdir, ehtiyatsızlıqdır olmayacaq. Mətnə əsasən doğru fikri seçin deyir. Fikrət atasının sözündən sonra bir daha ceyran ovlamadı. Fikrət onsuz da ceyran ovlamır, daxı A variantı səhvdir. Yurdumuzun qiymətli incisi dedikdə Fikrət ceyranı nəzərdə tuturdu. Yurdumuzun qiymətli incisi ifadəsini Fikrətin atası işlədir. Fikrət özü işlətmir, B səhvdir. Fikrət ceyran boynuna ip dolamadan asanlıqla həyata gətirir. Əslində boynuna ip dolayır, ona görə C səhvdir. Novruz təbiətə gözəllik gətirsə belə havalar çox soyuq idi. Buradan, yəni bu yanlış fikirdir, indi onu taparıq. Ceyranın bədəni ovuşdurulduqdan sonra özünə gəlir. Burada var idi ki, deməli, Fikrət ceyranın bədənini ovuşdurdu. Nəhayət yazıq heyvan cana gəldi. Yəni biraz onu ovuşdurur, o da cana gəlir. Ona görə E variantı olacaq variantımız. Sonra 39-cu sual mətndə tündqara hərflərlə verilmiş sözün mətndəki mənasını müəyyən edin deyir uşaqlar. Ev heyvanlarının saxlanıldığı yer. Baxaq, tündqara hərflərlə verilmiş söz. Fikrət tövlədə, tövlə deyir. Tövlə də nədir uşaqlar? Elə ev heyvanlarının saxlanıldığı yerdə A variantı olacaq. Sonra 40. Mətndə nöqtələrin yerinə uyğun gələn fikri tapın. Baxaq, görək nöqtələr nə idi? O ceyran tərpənmir, bax həmin hissədə. Gözlərini açıb Fikrətə baxdı, lakin heç məsələn nə oldu? Tərpənmədi.
qımıldanmadı, 1-2. Anasını yada salmadı, əlaqəsi yoxdur. Sevinmədi, əlaqəsi yoxdur. 1-2 A variantı olacaq. 41. Mətnə əsasən dəqiq söyləmək olar. Hadisələrin hansı ayda və hansı fəsildə baş verdiyini, hansı ayda deyil, amma qış fəslində baş verdiyini bilirik. Bir səhvdir. Hansı ayda ceyranın qoruğa aparılmasının hansı ayda olması da səhvdir. Baxın, burada deyir ki, səhəri, bax, bir gün atası oğluna deyir ki, daha ceyranı öz sürüsünə qaytar. Sonra səhəri Fikrət dostu qəhrəmanla birlikdə ceyranı aparır. Amma hansı aydaydı? Yoxdur. 1-2 getdi. Fikrətin səhvini boynuna alması. Fikrət axı nə səhv etmişdi ki, boynuna alsın. Ona görə 3 də yanlışdır. Sonra baxırıq, ceyranın soyuqdan titrəməsi var idi. Kimin tövsiyəsi ceyranın təhvil verilməsi? Atanın tövsiyəsi ilə 4-5 B variantı oldu. 42. Mətndə çərçivə daxilində verilmiş ifadənin mətndəki mənasına uyğun işlənmiş cümləni müəyyən edin. Mətndə görək, çərçivə daxilində verilmiş ifadə hansıdır? Onlar qaş qaralanda evə çatdılar. Qaş qaralanda, yəni hava qaralanda mənasındadır da, axşamüstü filan mənasında. Görək bunun qarşılığı nə olur ay uşaqlar? Deməli, hava yenicə açılırdı. O tamamilə səhv olar. Çünki qaş qaralması, hava qaralması deməkdir. Ona görə havanın açılması fikri səhv olar. A variantı getdim. Sonra deyir ki, bəs rayona çatanda şər qarışırdı. Şər qarışması, hava qaralması deməkdir, B variantı olar. Sonra hava o qədər gözəl idi ki, ulduzları əllə saymaq mümkün idi. Bu səhvdir. Aldığı xəbərdən qaşqabağa yerlə gedirdi. Səhvdir. Sübh vaxtı anam namazı heç qəzaya verməzdi. Bu da səhvdir, B variantı. 43. Mətndə altından xətt çəkilmiş cümlədəki fikri aşağıdakı statlardan biri ilə qüvvətləndirə bilər. Aşağıdakı statlardan biri qüvvətləndirə bilər. Altından xətt çəkilmişi tapaq. Dəqiqə, o qədər qırmızılamışam ki, görə bilmirəm altından xətt çəkilmişi. Deməli, burada. Onu burada qoymaq olmazdı. Onu burada qoymaq olmazdı cümləsi. Fikir tipi ceyranın boynuna bağlayıb özünə tərəf çəkdi. Onu burada qoymaq olmaz. Pisat palçıqda tanınar. Belə bir şey uyğun deyil axı. Gözəllik insana yaraşar. Ədəb isə ucaldır. Ədəbdən danışmır. Qorxaqlıqdan danışmır. Əyri ağac danışmır. Onu burada qoymaq olmaz. Oğlan mərhəmət göstərirdi ceyrana. Sırf o mərhəmətinə görə onu qüvvətləndirər. D variantı olacaq. 44. Doğrudur, yanlışdır. Atası həmin gün Fikrəti etdiyi hərəkətə görə təriflədi. Düzgündür, deyir, əhsən sənə, bir düzgündür. Sonra ceyranın sürüdən aralı düşməsinə səbəb havanın çovğunlu olması idi. Yəni, ceyran axı orada çox pis vəziyyətdə olur da, düzdürmü? Gəlir onu yaxşı vəziyyətdə tapmır da. Ona görə, görək orada sürüdən aralı deyilmi? Bu əslində düzgün olar. Görək burada bir dənə həmin gün məsələsinə bir dənə baxam uşaqlar. Birdən atası səhəri gün gələr. Bu ceyranın öz sürüsündən ayrı düşməyinə səbəb çovğun olub, bu düzdür. Atası səhər evə gələndə, səhər gəlib atası evə, həmin gün gəlməyib uşaqlar. Mən orada diqqət etmədim. Həmin gün gəlməyib, buna görə bir səhvdir. Ceyranın sürüdən aralı düşməsinə səbəb havanın çovğunlu olması idi, 2 düzgündür. Yanlışdan da yanlışı götürəcəksiniz. Qışın sərt vaxtında ceyranı donmaqdan Fikrət xilas edir. Bu düzgün fikirdir. Sonra Fikrət ceyrana xüsusi nəvaziş göstərdi. Hətta ona yerdə düzəltdi. Fikrət ceyrana xüsusi nəvaziş göstərdi. Hətta ona yerdə düzəltdi. Onu yer düzəltmir, onu tövləyə aparır elə. Baxın, burada yazılıb. Ceyran özünü sürüsündən ancaq oğlumsan, xeyirxah iş görmürsən, yurdumuzun qiymətləncisini donmaqdan qorumsan, sıxılması bu çoğun hətta hava sıxılandan sonra Fikrət tövlədə ceyranı ayrıca yerdə düzəltdi, belinə su çilədi. Bir dəqiqə bunu mən yenidən baxım. Uşaqlar, burada mətndə bəzi detallara diqqət etməmişdim, ümumi fikrə baxırdım. Ona görə deməli bu 44-cü sualı mən yenidən deyirəm sizə. Baxın, atası həmin gün Fikrəti etdiyi hərəkətə görə təriflədi. Bu səhv fikirdir. Çünki səhəri gün idi, düzdürmü? Bunu götürmürük. Ceyranın sürüdən aralı düşməsinə səbəb havanın çovğunlu olması idi. Bu düzgündür. Götürdük, 2-ni götürürük. Yanlışdır. Qışın sərt vaxtında ceyranı donmaqdan Fikrət xilas edir. Burada deyir qışın sərt vaxtı. Amma mətndə görürük ki, yaz yenicə qayıdıb.
Bir neçə gün bundan qabaq yaz qoxusu gəlirdi. Yəni yazdı. İndi isə elə bil qış geri qayıtmışdı. Yəni əslində yaz fəslidir. Sadəcə qış kimi, yəni bu havada o qədər soyuq var ki, elə bil qış fəslidir. Amma normalda qış deyil, ha, qışın sərt vaxtı deyil. Yəni yanlış fikirdir. 2-3 qəşəng sualdır bu. 2-3 olacaq variantımız. Fikrət yerinə xüsusi nəvaziş göstərir, hətta onu yer də düzəltdi. Deməli, Fikrət aparır onu tövləyə, ona xüsusi yer hazırlayır. Ona görə bu düzgündür. Burada var idi elə. Ona görə mən mətnə yenidən baxdım ki, diqqət edim. Tövlədə Ceyranə ayrıca yer düzəltdi. Ona görə bu düzgün fikirdir. Variantımız nə olacaq? 2-3 B variantı. Yaxşı uşaqlar bildiniz. Yəni orada diqqətli olmaq lazımdır. Atası səhəri gün tərifləyir onu. Ona görə səhvdir. Bu düz idi, 2 düz idi. Sonra 3-də deyir qışın sərt vaxtında, qış deyil də əslində yaz fəsli idi. Sadəcə hava o qədər soyuq idi ki, biz elə bilirik ki, qış fəslidir. Belə keçdik 45-ci suala. Səbəb və nəticə. Ceyran öz sürüsünə qayıtdı, verir. Niyə görə? Çünki deməli oğlan Ceyranı təbiətə buraxır. Ceyran da öz sürüsünə qayıdır. Səhər gün Fikrət daha Ceyran öz sürüsünə qaytara bilərsən. Deməli artıq hava düzəlir. Hava düzəlir. Çovğun ötüşür. Çovğun keçir gedir. Hava düzəlir. Düzəlir kimi fikirlər nəticəsində Ceyranı öz sürüsünə qaytarırlar. Ona görə bu səbəb bu da onun nəticəsi olsun. Sıx kolduğun böyründə bir bala Ceyran dayanıb soyuqdan titrəyirdi. Bu səbəbdir. Soyuqdan titrədiyi üçün nə olur? Fikrət gəlir onu tapır və Fikrət ona sahib çıxır. Yəni Fikrət onu xilas edir də, yəni xilas edir, özü ilə aparır. Yaxşımı? Belə. 46. Verilən fikri mətnə görə əsaslandırın. Fikrət qayğıkeş bir uşaq idi. Çünki uşaqlar niyə qayğıkeş idi? Çünki Ceyran donurdu. Fikrət onu xilas edir. Onu xilas edir. Xilas edir. Tövlədə ona ayrıca yer düzəldir. Və s. Yəni o mətndən seçib yaza bilərsiniz. Belə uşaqlar 46-cı sualla bağlı bu qədər keçdik ikinci mətnimizə. İkinci mətnimizdə hokkey mətnidir. Mətni belə saxlayıram, hər kəs oxusun, yəni iştirak etməyənlər oxusun, sualları cavablandırsın. Biz də keçək suallar uşaqlar. 47-ci sualda deyir, mətndə çərçivədə verilmiş sözlərdən heç birinin qarşılığı kimi düşünülə bilməz. Hokkey daha populyardır, daha məşhurdur, düşünülə bilər. Sonra ikinci divizyonunu qazanır, əldə edir, ola bilər. Sonra nailiyyətlər, uğurlar ola bilər. Sonra məhrum edilməyə, cəzalara səbəb olur, olar. Amma sistem sözü heç birisinin izahına uyğun deyil. E variantı. Keçirik 48-ci suala. Mətnin tərkib hissələrinə aid bəndlərdən hesab edilə bilməz. Afrika ölkələrində də hokkeyin geniş yayılması, hokkey oyununun Azərbaycanda məhvi, bir sıra ölkələrdə buzüstü hokkeydən istifadə edilməsi, bu uyğundur. Bir sıra ölkələrdə buzüstü hokkeydən istifadə edilməsi, bu var mətndə. Azərbaycanda kişilərdən ibarət komandanın birinci yerə çıxması. İndi bir digərlərinə baxaq, çünki belə xatırlamadım. Hesab edilə bilməz. Afrika hissəsindən başlayaq. Deyir, Afrika ölkələrində də hokkeyin geniş yayılması. Rusiya, İsveçrə, Kanada, İsveç, ABŞ kimi ölkələrdə, Şərqi və Şimali Avropada filan. Sonra burada başlayır bəs Azərbaycandan danışmağa. Amma Afrikanın adı keçmir. Hər hansı bir yerdə Afrika adı yoxdur. Ona görə biri götürərik. Hokkey oyunun Azərbaycanda məhvi. Deyir ki, Beynəlxalq Otüstü Hokkey Federasiyasının müvəqqəti olaraq xaric edilir və Azərbaycanda otüstü hokkeyin məhvinə səbəb olur. Bu var mətndə, atırıq. Sonra Azərbaycanda kişilərdən ibarət komandanın birinci yerə çıxması. Otüstü hokkeydən istifadə edilməsi, bu var idi da, düzdürmü? Azərbaycanda kişilərdən ibarət komandanın birinci yerə çıxması. Azərbaycanın 4-cü divizyonunun gümüş medalına 2011-ci ildə deməli
Avropa çempionatı 2-ci divizyonu qazanan. Ən yüksək nailiyyətlər isə 2005-ci yerə çıxırlar. 6-cı yerə qarşılaşır. 2013-cü ildə 2-ci divizyonda 1-ci yeri qazanırlar. Bunlar qadınlar idi. 1960. Bunları mütləq oxumalıyıq uşaqlar. Ona görə komanda təmsil etməyə başlayır. Komanda növlərindən biri olaraq qalır. Kişilərin birinci yerdə olması yoxdur uşaqlar. 1-4 olacaq yəqin ki variantımız. Bir də 3-ə baxaq. Deyir ki, bir sıra ölkələrdə buzüstü hokeydən istifadə edilir. Baxın, deyir ki, ənənəvi olaraq hokeyin daha çox yayılmış 2 növ var. Buzüstü və otüstü hokey. Dünya əksər ölkələrində hokey termini otüstü hokeyə aid edilir. Amma Rusiya, İsveçrə, Kanada, İsveç, ABŞ kimi ölkələrdə, eləcə Şərqi və Şimali Avropanın əksər ölkələrində bu termin daha çox buzüstü hokeyə aid edilir. Yəni orada buzüstü hokeydən istifadə edirlər də, o mənadadır. 1-4 olacaq yəqin ki variantımız, amma yenidən bir gözdən keçirək bunu. Belə uşaqlar, təkrar baxdıq, orada birinci olması filan yox idi. Ona görə 1-4 olacaq variantımız. 49. Mətnə əsasən yanlış hökmdür deyir. Hokey oyunun 2 növü vardır və daha çox otüstü hokeydən istifadə edilir. Düzdür, 2 növü var. Burada yazılır ki 2 növü vardır. Dünyanın əksər ölkələrində hokey termini otüstü. Bax, əksər ölkələrində deyir, düzdürmü? Əksər ölkələrində. Yəni oradan deyə bilərik ki, daha çox otüstü hokeydən istifadə edir. A düzgündür. 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınlar arasında hokey oyunu məşhur olur. Burada 1991-ci il hadisələrindən filan danışılmır. Ona görə bu mətnə görə yanlış fikirdir. B variantı səhvdir. Düzdür, müstəqillik əldə etməmiz filan deyilir, amma 1991 keçmir axı orada, ona görə yanlışdır. Ciddi maliyyə problemlərindən biri sonra Beynəlxalq Otüstü Hokey Federasiyasının müvəqqəti olaraq xaric edilir. Bu burada var idi. 2015-ci ildə problemləri səbəb olur, sonra 2016-cı ildə də xaric edilir. C var. Qadınlardan ibarət hokey komandası 2007-ci ildə daha uğurlu çıxış edir. 2007-ci ildə ən yüksək nailiyyətlər deyir də. Ona görə düzgündür. Azərbaycanda hokey 20-ci əsrin 60-cı illərindən sonra inkişaf etməyə başlayır. Bu da mətndə var idi, düzgün. Variantımız B oldu. Sonra 50-ci sual mətnin 3 və 5-ci abzasları üçün ortaq fikirdir deyir. 3 və 5-ci abzaslarına gəlin baxaq. Deməli, burada 3-ə baxırıq. Azərbaycanda otüstü hokey daha məşhurdur filan. Bir də buranı oxuyuruq, bir də buranı oxuyuruq. Və orada deyir ki, hər iki abzasda qadınların hokey oyunundakı əzmkarlığından danışılır. Əzmkarlığından danışılmır, A səhvdir. Hər iki abzasda kişi və qadınlardan ibarət hokey oyunundan danışılır. Baxın, burada deyir ki, 3-cü abzasda deyir. 60-cı əsrdən sonra inkişaf edib filan, kişilər arasındakı ilk çempionatdan danışır. Sonra da deyir ki, bəs Azərbaycan qadınlarını komanda təmsil etməyə başlayıb. Kişilərdən, qadınlardan danışır. Sonra burada da deməli, kişilərdən ibarət komanda, sonra da qadınlardan ibarət komandadan danışır. Ona görə B variantı düzgün olar. Sonra hər iki abzas mətnin giriş hissəsinə aiddir, səhvdir. Hər iki abzasda ilk dəfə birinci yerə çıxan ölkə haqqında danışılır, olmaz. Xələl gətirən sözlər də yoxdur. 51. Mətndə hansı suala cavab yoxdur? Daha çox hansı ölkələr buzüstü hokeydən istifadə edir? Uşaqlar o mətndə var idi, sayırdı yuxarıda. Buzüstü, nə bilim, Rusiyadır, İsveçrədir, İsveçdir, Kanadadır. Bu haqda danışır. Ona görə A səhvdir. Azərbaycanda, yəni variantımız deyil. Azərbaycanda qadınların ən yüksək nailiyyətləri neçənci ilə təsadüf edir? Azərbaycanda qadınların ən yüksək nailiyyətləri neçənci ilə təsadüf edir? Baxaq. Ən yüksək nailiyyətlər isə Avropa çempionatının 2-ci divizyonunu qazanır. Ən yüksək nailiyyətləri isə 2007-ci ildə Avropa çempionatında 5-ci yerə çıxırlar. 2009-cu ildə Azərbaycanlı hokeyçilər 6-cı yerdə qərarlaşır. 2013-cü ildə 2-ci divizyonda 1-ci medal qazanırlar. Burada nə deyir? Azərbaycanda qadınların ən yüksək nailiyyətləri. Azərbaycan nə vaxt müstəqil ölkə olur? Bu yox idi mətndə. Doğru fikir istəyirdi. Müstəqillik əldə etdikdən sonra, müstəqillik əldə etməsi varmı uşaqlar? Yoxdur axı. Ona görə C variantı olacaq. Qadınların yüksək nailiyyətlərindən danışdı da burada 2000 neçənci il idi. Ən yüksək nailiyyətlər 2007-ci il. Sonra C.
Azərbaycanda 30 hokey neçənci ildən inkişaf etməyə başlayır? Neçənci ildən inkişaf etməyə başlayır deyəndə 1960-cı illərin sonlarıdır, amma konkret neçənci ildir biz bilmirik də bunu. Hokeyin daha çox yayılmış neçə forması vardır? 2 forması vardır. Buz üstü, ot üstü. Ona görə nə vaxt müstəqil olması yoxdur. Belə bir də baxaq, bəlkə nə vaxt müstəqil olması verilib. Deməli, variantımız C variantı olacaq. 52. Mətnə əsasən yanlış fikri müəyyən edin. Rusiyada daha çox buzüstü hokeydən istifadə edilir. Bu düzgün idi. Azərbaycanda hokeyin məhv olmasının səbəbi maliyyə problemi idi. Bu da var idi mətndə. Azərbaycanda eyni ildə həm qadınlar, həm də kişilər arasında ilk çempionat keçirilir. Buna bir dənə baxaraq. Hokey oyununda 2 komanda iştirak edir. Bu düzgündür. Dəqiq söyləmək olar ki, hokey oyununda qapı və qapını qoruyan qapıçı vardır. Gəlin buna da baxaq. Baxın, 2 komanda iştirak edir və bu oyunda top və şaybalardan istifadə edilir. Oyun zamanı hər komanda öz komandasının qapısını qoruyan bir qapıçı və bir neçə meydan oyunçusu vardır. Bu da düzgündür. Ona görə variantımız nə qalır? Elə C variantı qalır. 53. Mətndə üzərində rəqəm yazılmış ifadələr əsasında cədvəldəki uyğunsuzluğu müəyyən edin deyir. İfadələr məcazi mənadadır, həqiqi mənadadır. Gəlin ifadələrə baxaq. Buranı da bir təmizləyək ki, normal görə bilək bu ifadələri. Deməli, bax, biri 3-cü divizyonunu qazanır, budur 3-cü. Sonra bundan əvvəl var, uğurlu komanda idman növlərindən biri olaraq qalır 2. Sonra qapını qoruyan bir qapıçı məsələsi var. Gəlin baxaq. Qapını qoruyan qapıçı, uğurlu komanda divizyonunu qazanır. Uğurlu komanda idman növlərinin ən uğurlu. Bu düzgündür də, 2-də sıxıntı yoxdur ki, həqiqidir. Deyir ki, baxın, 2 var, bax 2 ən uğurlu idman növlərindən birisi həqiqi mənadadır. Bu düzgündür. 2 olan variantı atıram. B getdi, C getdi, D getdi. 1, 3, bir də 1 arasında qalırıq. Orada deyir ki, qapını qoruyan, onu verib məcaziyə. Amma qapını qoruyur da, qollardan qoruyur, belə düşünək. Məcazi yox, burada olmalıydı. Biri götürərik. Sonra 3-də də deyir ki, 3-ə də bir baxaq. Divizyonunu qazanır. 2011-ci ildə 3-cü divizyonunu qazanır. Deməli, uşaqlar, burada divizyonunu qazanır. Yəni, oynayırlar, əziyyətlə qazanırlar mənasındadır. Ona görə bu həqiqi mənada olar. Verib məcazi mənada yanlışdır. 1-3 A variantı. 54. Mətnin əsas hissəsində bəhs olunur. Gəlin baxaq görək əsas hissədə nədən bəhs olunur. Hokey oyunun bütün dünyada məşhurlaşmasından, sonra Azərbaycanda hokey oyunun məhvindən, bu neçə hissədə idi məsələn yadımızdadır. Hokey oyunun məhvindən, məsələn 2-ni avtomatik çıxaracağıq, digərlərinə baxarıq. 2 getdi. Sonra Azərbaycanda hokey oyununun yaranmasından, hokey oyunun geniş yayılmış formalarından, Azərbaycanda qadınlardan ibarət komandanın hokey oyunundakı çıxışlarından. Deməli, uşaqlar, bu var. Hokey oyunundakı çıxışlarımız var idi, nə bilim, neçənci yerlərə düşməsi. 5 dəqiq var idi, düzdürmü? Hokey oyunun geniş yayılmış formaları giriş hissədə idi, amma baxaq. Deməli, bax, buz üstü və ot üstü hokey. Bunu çıxardırıq, çünki bu giriş hissədə idi. 4 gedir, getdim. 1-3-5, bir də 3-5 arasında qaldıq. Hokey oyunun bütün dünyada məşhurlaşmasından. Baxaq, hokey oyunu 2 komandadan ibarətdir filan. Dünyanın əksər ölkələrində hokey termini bütün dünyada məşhurlaşması yanlışdır, uşaqlar. Bu ümumiyyətlə yanlış fikirdir, heç birisinə getməz. Bir səhvdə əksər ölkələrə gedir, bütün dünyaya yox. Hokey oyununun yaranmasından 3-5 60-cı illərin sonlarıydı. Variant B variantı. 55. Mətnin 6-cı abzasına əsasən cədvəl tamamlayın. Əsas problem, bir də ki, problemin sonraki vəziyyəti. 6-cı abzas. Deməli, 30 Hokey Federasiyası ciddi maliyyə problemləri ilə üzləşir və bu isə beynəlxalq turnirlərdə iştirakdan məhrum edilməyə cərimələrə səbəb olur. 12 noyabr 30 Hokey Federasiyasının müvəqqəti olaraq xaric edilir və Azərbaycanda 30 Hokey məhvinin səbəbi olur. Deməli, problem nədir? Maliyyə problemi. Maliyyə, pul sıxıntısı filan yaza bilərsiniz buna. Və problemin sonraki vəziyyəti nə olur? Turnirlərdə iştirak edə bilmir. Sonra cərimələrə səbəb olur.
onu yaza bilərsiniz. Turnirdə iştirak edə bilmir, cərimələrə səbəb olunur. Bir də yekunda məhv olmasına səbəb olur, yaza bilərsiniz. 56-cı sual. Mətn əsasən tünd qara hərflərlə verilmiş cümlələrin mətndən çıxarsa, mətnə xələl gətirər. Cavabımızı əsaslandırın. Yəni, burada ya bəli, ya xeyirdən birisini seçəcəksiniz. Sonra bunu əsaslandıracaqsınız. Tünd qara hərflərlə verilmiş sözə baxırıq. Deməli, ənənəvi olaraq hokkeyin daha çox geniş yayılmış 2 növ var. Buzüstü və otüstü hokkey. Yəni, bunu çıxardaq. Deməli, bir neçə meydan oyunçusu olur. Dünyanın əksər ölkələrində hokkey termini otüstü hokkeyə aid edir. Amma Rusiya, İsveçrə, Kanada, İsveç, ABŞ kimi ölkələrdə, eləcə də Şərqi və Şimali Avropada buzüstü hokkeyə aid edilir. Azərbaycanda otüstü hokkey daha populyardır. Bizə gərək əslində desin də hokkeyin 2 növü olduğunu desin ən azı. Sonra desin ki, otüstü hokkey nədir və buzüstü hokkey harda yayılıb. Yəni, çıxarsaq mətnə xələl gələr. Biri götürürük, bəlini götürürük. Və deyirik ki, bu hissədə hokkeyin növlərindən danışır. Daha sonraki abzaslarda isə həmin növlər haqqında məlumat verir. Ona görə bunu çıxarsa, digər abzaslardakı fikri də izah eləmək biraz uyğunsuz olar. Alınmaz kimi nələrsə yazırsınız və beləliklə düz olur. Belə uşaqlar, 8-ci sinif izahımızla bağlı da bu qədər. Videonu bəyənin, paylaşın, yəni imtahanda iştirak edən yoldaşlarınızla paylaşın və kanala abunə olun. Sağ olun, hələlik.